Yaxınlaşan tələbələrimiz eləcə də valideynlərə ən maraqlandıran suallardan da biri budur. Diplom tanınmağı Azərbaycanda. Biz daha çox doğru informasiya verdiyimiz üçün tələbələrə bakalavr, magistr pilləsində qurum olaraq Təhsil Nazirliyinə yönləndiririk ki, sistem olaraq məzun olduğunuzda tələbələr, onlara da eyni ilə bu məlumatı veririk ki, diplom tanınmağı daha çox səlahiyyətli qurum olaraq Təhsil Nazirliyinin əhatəsindədir. Eyni zamanda doktorantura pilləsində isə buna yönəlik olaraq Ali Attestasiya Komissiyasıdır. Yəni doğru informasiya verərək, yəni biz sırf tanınmaq deyirik ki, tanınacaq, bəli, xeyr, elə bir şey olmur. Proses olaraq əvvəldən sona qədər və məzun olduqdan sonra tələbələr necə olacaq? Təhsil Nazirliyindən asılıdır. Bəli. Yəni xaricdə təhsil şirkəti olaraq bu bizim səlahiyyətimizdə olmadığı üçün, yanlış da məlumat vermədiyimiz üçün daha çox, yeni qeyd etdiyim kimi, bakalavr, magistr pilləsini Təhsil Nazirliyinə yönəldirik ki, daha dəqiq, ətraflı məlumat onlardan əldə etsinlər. Birinci təhsil olaraq bakalavr təhsil dərəcəsi təhsil alan tələbələrimiz daha çoxdur və hal-hazırda abituriyentlər daha çox müraciət edilir valideynlərlə bərabər. Eyni zamanda hal-hazırda aktual olan magistr və doktorantura pilləsidir tələbələrimiz də təhsil almağı düşünürlər onlarda. İkinci ali təhsil olaraq, bəli, bakalavr bitirmiş tələbələr var ki, yenidən ixtisasını dəyişib, yeni bir ixtisasdan təhsil almaq istəyirlər. Yenidən bakalavr təhsil dərəcəsi üzrə onlar üçün uyğundur. Qeyd etdiyim ki, müxtəlif ölkələrdə, hansı ki, saydığım ölkələrdə təhsil ala bilərlər bu təhsil dərəcələri üzrə.